Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Həsənli Elşən Nazimoğlu Kürdəmir rayon icra hakimiyyətinin başçısı təyin edilib. Yenavos.com xəbər verir ki, Həsənli Elşən Nazimoğlu 1986-cı ildə Yevlax şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının İnzibati İdarə etmə ixtisası üzrə bakalavr səviyyəsini, 2019-cu ildə isə eyni akademiyanın davamlı inkişafın planlaşdırılması ixtisası üzrə magistratura səviyyəsini bitirib. 2012-2014-cü illərdə Bakı şəhəri Suraxanlı rayon icra hakimiyyəti başçısının aparatında baş məsləhətçi vəzifəsində çalışıb. 2014-2022-ci illərdə Bakı şəhəri Sabunçu rayon icra hakimiyyəti başçısının aparatında sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib. 2022-ci ilin dekabr ayında Sabunçu rayon icra hakimiyyəti başçısının müavini, 2025-ci ilin aprel ayından isə birinci müavin vəzifəsinə təyin olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür.